Əziz izləyicilərimiz, sizlərdən xahiş edirəm videomuza baxmamışdan əvvəl kanalımıza abunə olun, şərh yazın, like edin və paylaşın ki, dünyanın dört bir yanında olan milyardlarla insanlar bugünkü tədbirimizi görə bilsinlər. Ləmbaran kəndində qeydiyyatda olan şəhidimizi, xüsusi təyinatlı Məmmədli Namiq Ağammədoğlu'nun gəlmişik məzarını ziyarət eləməyə. Bugün 27 sentyabr Ümumi Respublika şəhidlərimizin anım günündə. Allah bütün şəhidlərimizə Allah biləmizə cənnət nəsib eləsin. 27 sentyabr 2025-ci ildir. Bərdənin Bəcravan kəndindəyik. Gəlmişik xüsusi təyinatlı şəhidimiz Məmmədli Namiq Ağammədoğlu'nun məzarını ziyarət etməyə, eləcə də digər şəhidlərimizin. Allah bütün şəhidlərimizə cənnət nəsib eləsin. Bugün 27 sentyabr Ümumi Respublika anım günüdür. Allah bütün şəhidlərimizə cənnət nəsib eləsin, məkanları cənnət olsun. Mən söz verirəm Ləmbaran kənd Hacı Həmid adına Cümə məscidinin imamı Hacı Əkrəm əfəndiyə şəhidlərimiz haqqında ümumi məlumat versin. Mərhəmətli və rəhimli Allahın adı ilə bu günlərim düzdür, ümum xalq həm hüzün günüdür, həm də qürur günüdür. Çünki 30 illik, bugünkü gün 5 il bundan qabaq 30 illik əsarətimizə son qoymağı qərarı aldıq və əzmlə millət olaraq bu işə başladıq. Bax, bu gül balalarımız da həmən günlər canlarını fəda elədilər, bugün biz firavan yaşamağımız üçün. Nə eləsək, qiyamətə qədər nağarsaq, bunların qarşısında biz borcluyuq. Bax, bu gözəl mələk kimi insanlar, anaların qarşısında biz borcluyuq. Hamısının qarşısında baş əyirik. Şəhid analarının, şəhid atalarının, şəhid övladlarının qarşısında baş əyirik. Çünki onlar canlarını qurban vermək sayəsində biz bu günlərim azad, müstəqil bir dövlətdə yaşayırıq. Firavan şəkildə yaşayırıq. Qiyamətə qədər bu adamlar bizim başımızın tacıdır. Allah tərəfindən zaten məqam sahibidirlər. Allah tərəfindən məqam sahibi olan da insanlar tərəfindən də baş tacı olmalıdır. Allah sizə rəhmət eləsin, qardaşlar. Allah ailələrinə səbr eləsin. Bir daha xalqımıza, millətimizə, dövlətimizə belə bir acı göstərtməsin inşallah. Amin Allah. Allah şəhidlərimizə rəhmət eləsin. Allah rəhmət eləsin. Buyurun şəhid atası. Dayı Efendi buyurdu, bugün 27 sentyabr 2025 yıl Ümumi Respublika hüzün günüdür. Bu 44 günlük müharibədə şəhid olan şəhid, bir xüsusi təyinatlı şəhid Məmmədli Namiq Ağammədoğlu'nun qarşısında durmuşuq. Onun timsalında 44 günlük müharibədə şəhid olan Şövqi Raqıboğlu'nun və ümumilikdə nə qədər Azərbaycan şəhidlər var, Türk şəhidlər var, Respublika şəhidlər var. Allah hamısına rəhmət eləsin. Hamısının qarşısında baş əyirəm. Bütün onları bu dünya bəxş eləyən ataların, anaların qarşısında baş əyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Amin, amin. Biz sizin kimi insanlara, məşədimizə, axundumuza, Ləmbaran kənd icra nümayəndəsi, Bəcravan kənd icra nümayəndəsinin əhalisinə təşəkkür edirik ki, bugünkü gündə bizim yanımızda olduğunuz anım gününü andınız vermə birlikdə. Çox sağ olun, təşəkkür edirik sizə. Sağ olsunlar ki, bugün bizi yoxlayıblar. Bugünkü gündə bizim yanımızdadılar. Çox sağ olsunlar, minnətdarıq. Sağ olun. Təşəkkür edirik sizə. Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Fis semavati ve ma fil ard. El melikil kuddusil azizil hakim. Huvellezî be'atha fil ummiyine rasûlen minhum yatlu aleyhim âyâti ve yuzakkîhim ve yuallimuhumul kitâbe vel hikme ve in kânu min qablu lefi dalâlim mubîn. Semeselul kavmillezîne kezzebu bi âyâtillâh. Vallahu la yahdil kavmez zalimin. Kul ya eyyühellezine hadu in za'amtum ennekum evliyâ'u lillahi hayrur razikin.
Sadakallahul aliyyul azim. Subhane rabbike rabbil izzete amma yasifun ve selamun alel mursalin velhamdülillahi rabbil alemin. Amin. Allahümme velenvat ila ruhil hasiyeten merhumil mağfuril mebruril me'lum ve bihakkı Muhammedin ve ale ve bi hürmetil suretil Fatiha ma'as. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nestaîn. İhdinas sıratal müstakîm. Sıratal lezîne en'amte aleyhim gayril mağdûbi aleyhim veleddâllîn. Kul huvallahu samad. Lem yelid ve lem yulad ve lem Anası şəhid. Şəhid qardaşımızın anası, sizin müqəddəs əlinizdən öpürük. Sizin xeyirduanız xalqımızın, millətimizin üzərində olsun. Biz bütün Azərbaycan xalqı sizin də evladınız sayılırıq. Allah sizə can sağlığı versin. Və sizə söz veririk ki, bu ağırlacılı günlərdə fikirlərinizi xalqımızla bölüşəsiniz. Biz əlbəttə ki, bugünkü gündə biz böyük analar danışmaq bizim üçün çox çətindir. Biz bugünkü günü yaşamışıq. Əlbəttə ki, müharibə başlayanda bilirdik ki, balalarımız nə çətin yolları gedəcək, onu biz özümüz də bilirdik. Bugünkü gündə bura yığışanları çox təşəkkür eləyirəm. Çox sağ olsunlar ki, bugünkü günü gəlib burada bizim balalarımızı yad eləyirlər, bizim balalarımızı ziyarət eləyirlər. Sağ olsunlar, var olsunlar, təşəkkür eləyirəm. Borcumuzdan Allah cəmi şəhidlərimizi cənnət nəsib etsin. Ölənlərimizə. İcra nümayəndəsi Vətənimizin azadlığı uğruna canlarını fəda edən şəhidlərimiz tüm Azərbaycan xalqının baş tacı və qəlbimizin döyünən yeridir. Quran-ı Kərimdə Allah buyurur ki, ey insanlar, siz şəhidləri ölü deməyin, onlar Allah qatında diridir və Allah tərəfindən onlara ruzi bəxş edilmişdir. Şübhəsiz ki, sizlər bunu görməzsiniz, bilməzsiniz və duyməzsiniz. Allah cənnətlə müjdələnən bütün şəhidlərimizə rəhmət eləsin. Qələm ağlar, vərəq ağlar, yas tutar hər misra sənə. Qurban olsun şəhid balan, qəmgin anam Leyla sənə. Qəmgin anam Leyla sənə. Ürəyimi qüssə kədər alıb ağuşuna dələr. Gözüm hər an qapıdadır, bəlkə oğlum bir gün gələr. Gözləyirəm səni balam, gözü yaşlı axşam səhər, belə gəlmirsənsə gəl. Şəhid atasından xahiş edirik, şəhidimiz haqqında ümumi ictimaiyyətə məlumat versin. Baxtiyar Əhmədoğlu Bəcəvan kəndinin ilk şəhididir. 1992-ci ilin döyüşləri zamanı Ağdərə uğruna gedən döyüşlərdə şəhid olmuşdu. Hal-hazırda da Bəcəvan kənd məktəbi Baxtiyar Əhmədoğlu adını daşıyır. Atası rəhmətə gedib, anası rəhmətə gedib. Allah köməyiniz olsun ki, gəldiniz, ziyarət edərdiniz. Borcumuzdur. Şərəfli bir uşaqdır, çox şərəfli. 4 dənə 92-ci ilin şəhidi var. İkisi bizim kətdəndir. Bizim Hacalının eyni qəbristanlıqda, ikisi də Hacalı kəndinin şəhididir. Yəni 4 dənə 92-ci ilin şəhidi var. Bir 2020-ci ilin, bir də 2022-ci ilin şəhidimiz var. Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İzâ zubilatil ardu zilzâlaha. Sa'num mâ laha. Yevme izin tuhaddisu akhbâraha. Bi'anna rabbeke evhâlaha. يومئذ يصدر الناس أشتاتا ليرزائقة الموت
عليكم اللهم بعلق أفصل ما قرانها سورة زلزال أولا روح محمد صلى الله عليه وآله وسلم وإخواننا وأمهاتنا وأولادنا وأجدادنا وإلى أرواح جميع المؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات إلى روحات في حمام الحمد لله رب العالمين الصمد لم يلد ولم يولد ولم يكن Allah rəhmət etsin. Hamısına rəhmət eləsin. Amin. Qəbirləri nurla dolsun. Güzel oğlum mezarına Gələ bilmədim bağışla Soyuq məzarın tozun Silə bilmədim bağışla Hey deyərdim anan ölsün şəhid balam Ola əfsus əvəzində ölə bilmədim bağışla Qələm ağlar, vərəq ağlar Yas tutar hər misra sənə Qurban olsun şəhid balam Qəmgin anam Leyla sənə Şəhid Şövqi Raquboğlu İsmailzadənin məzarını ziyarətə gəlmişik. Allah cənnət nəsib eləsin, məkanı cənnət olsun inşallah. Vallahu hayrul razikin. Sadaqallahul aliyyul azim. Subhan rabbika rabbil izzati amma yasifun. Ve selamun alel mursalin. Velhamdülillahi rabbil alemin. Amin. Amin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات وإلى أرواح المرحومين المغفورين المعلومين بحق نبينا وآله الطاهرين اللهم صل على محمد وعلى محمد بسم الله الرحمن الرحيم الحمد إياك نعبد وإياك نستعين صراط اللهم صل على الله Söz verirəm Bərdə Bəcrəvan kənd icra nümayəndəsi Kamil müəllim. Buyurun Kamil müəllim. Bildiyimiz kimi 17 sentyabr 2020-ci il tarixində erməni daşnaqlarının ölkəmizə, torpaqlarımıza işğalı, yəni növbəti hücumu nəticəsində silahlı qüvvələrimizin əks hücumu nəticəsində torpaqlarımız 44 günlük müharibənin müddətində demək olar ki, işğaldan azad olmuşdur. Həmin dövrdə, tarixdə bizim qardaşlarımız, yəni ki, vətən uğrunda canından keçən bu Azərbaycan Respublikasının vətəndaşları, bizim qardaşlarımız qəhrəmancasına həlak olmuş, eləcə də sağlamlığını itirmiş və qazi statusuna malik olmuşlar. Bu 44 günlük müharibə nəticəsində təkcə biz bu günü anım günü kimi qeyd eləmirik, həm də bildiyimiz kimi bizim qürur günümüz kimi qeyd olunur. Yəni bu bizim həm də xalqımızın birliyi günüdür. Burada xalq necə birləşməsi, cənab prezidentin arxasında necə birləşməsi, cənab prezident dediyi kimi bir dəmir yumruq kimi birləşib, yəni bu erməni daşnaqlarını torpaqlarımızdan demək olar ki, çıxartmışlar və bizim ərazi bütövlüyümüz, suverenliyimiz bərpa olmuşdur. Bunda biz şəhidlərimizin qanı, canı bahasına başa gəlmişdir. Ona görə biz hər birimiz şəhidlərimizin hər zaman bununla bağlı minnətdarlıq hissi duyuruq və onları qürurla anırıq. Allah hər birinə rəhmət eləsin. Valideynlərinin qarşısında həmişə baş əyirik. Allah onlara da səbir versin. Təşəkkür edirik Kamil müəllim, minnətdarıq. Bizim məşhur seyitlərindən olan Seyid Akif ağa da buradadır. Cəddənə qurban olun. Buyurun ağa. Tutmuşam. Şəhidlərimizin ruhu şad olsun, onların qarşısında, valideynlərin qarşısında baş əyirik. Azərbaycan xalqı 200 ildə torpaqlar itirə-itirə gəlmişdir, çox müsibətlər gəlmişdir. Bu şəhidlərin hesabına torpağımız düşmənlərdən təmizləndi. Allah Teala erməni
daşnaqlara lənət eləsin. Ali Baş Komandanının komandanlığı ilə demək torpaqlarımız azad oldu bu şəhidlərin qanı bahasına. Allah o şəhidlərə bir daha rəhmət eləsin, ruhları şad olsun, onların valideynləri qarşısına baş əyirik və biz borcluyuq ki, onları yaddan çıxartmayaq. Teşekkür ederim Seyit. Minnettarım size. İndi isə söz verirəm Ləmbəran Kənd Hacı Həmid adına Cümə Məscidinin imamı Hacı Əkrəm Əfəndiyə. Buyurun Hacı. Belə bir söz var, müdriklər deyirlər ki, torpaq su ilə qarışanda palçıq olur, qan ilə qarışanda vətən. Bax, biz bunların qanı ilə torpaq qarışdı, biz vətən olduq. Bizim abrımız, namusumuz qayıtdı. 20% ərazimiz işğal altından azad oldu. Bu kişilərin qanı sayəsində, bunların qanının torpağa qarışması. Ona görə də bunlar Peyğəmbər Allah Subhanahu va Taala nə deyir? Peyğəmbərlikdən sonra ikinci məqam şəhidlikdir. Heç də mən sizə baxanda mən qürurlanıram şəhid atalarına, şəhid analarına, xoş halınıza. Ki Allah belə bir məqamı hər adama qismət eləmir. Bəli. Tək hamımız da bax bu kişilərin yolu ilə gedənlərdən olaq. Ancaq mümkün deyil. Onu Allah sevdiyi, seçdiyi qullara nəsib eləyir. Düzdür, kədərlənəcək, müvəqqəti dünya gözü ilə bir daha olar. Amma bu axirətdə onlar diridirlər. Quranda ayə var ki, şəhidlər ölmüblər, diridirlər, Allah qatında rozlənirlər. Lakin siz bunu bilmərsiniz. Və bizim üçün də xoşdur ki, bugün mən şəxsən özümü xoşbəxt hesab edirəm ki, belə mübarəklərin qəbrini ziyarət elədik. Mənim bir dənə arzum xalqımızdan odur ki, bizim bu hisslərimiz, bu duyğularımız qocalmasın. 100 illər keçsə də, əsrlər keçsə də bu hisslərimiz qocalmasın. Hər il yox, anım günlərində yox. İlin bütün günlərində Allah hamısına rəhmət eləsin. Biz bu günlərin bu qardaşları ziyarət edirik. Bütün şəhidlər bizimdir. Hamısı canımızdır, ciyərimizdir. Bütün şəhid anaları, ataları bizim başımızın tacıdır. Hamısının qarşısında baş əyirik inşallah. Teşekkür ederim Hacı. Muhammed ve Ali Muhammed. وَزَلَّلْنَاهَ لَهُمْ فَمِنْهَا رَكُبُهُمْ وَمِنْهَا يَأْكُلُونَ وَلَهُمْ فِيهَا مَشَرَبٌ فَلَا يَشْكُرُونَ وَاتَّخَذُوا مِنْ دُونِ اللَّهِ آلِهَةً لَعَلَّهُمْ يُنْصَرُونَ فَلَا يَحْزُنْكَ قَوْلُهُمْ إِنَّا نَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ أَوَلَمْ يَرَ الْإِنسَانُ اللهم نبر قلوبنا بنور القرآن وكفر عنا سيئاتنا بعزة لك إلى روح محمد المصطفى صلى الله عليه وآله وسلم وإلى روح المرحوم المغفور المغرور المعلوم وبحق محمد وآله وبحرمة السورة الفاتحة الحمد لله رب العالمين الرحمن الرحيم Allah rəhmət eləsin. Şəhid İsmailzadə Şövqü qardaşımızın atası Raqub əmi. Millət adından əlinizdən öpürük. Təşəkkür edirik. Vətən üçün belə oğul böyütmüsünüz. Allah sizi var eləsin. Biz də evlatlarınız olaraq sonraki son nəfəsimizə qədər sizin yanınızdayıq. Sağ olun, çox sağ olun. Təşəkkür edirik hər birinizə ki, bugünkü günü bizi tək qoymursunuz, şəhidlərimizi anırsınız. Bizim də hər zaman ölən gününə qədər borcumuzdur ki, şəhidlərimizin anını keçirdək, bütün günlər tədbirlərini keçirdək. Çox sağ olun, Təşəkkür edirik sizə və bütün şəhid analarına, şəhid atalarına. Allah razı olsun. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Amin. Bizimizin anası, bütün Azərbaycan xalqının anası. Qurban olarım sizə, biz də sizin balalarınızıq. Allah sizi var eləsin anamız. Gözünüzün yaşına qurban olun. Sağ ol. Bir misal var, şəhidlər yad olmayanda ölürlər. Həmişə yad olanda öldüklər bilinmir. Çox sağ olun ki, bugünkü günü bizim yanımızdasınız. Bizim uşaqlarımız hamısı öz sözlərini dedi, getdi. Çox çətindir məndən ötürü danışmaq. Nə deyim, danışa bilmirəm. Qarşımıza baş əyir yəni. Biz evlatlar da hər zaman həyatımızın sonuna qədər yanımızdayıq. Qurban olaram sizə. Başına dönərəm. Allah sizi ucalasın. Həmişə elə ki ucasınız. Sağ olun, çox sağ olun. Hey deyərdim anan ölsün, anan ölsün şəhid balam. Ola əfsus əvəzində ölə bilmədim, bağışla.
Qarabağımızda 1-ci Qarabağ döyüşlərində aslan kimi döyüşmüş bizim Ağsaqqal əmmimizdir. Bu da həmin mən vətən müharibəsində oldu. Bəli. Bu da mənim əmmi oldu, vətən müharibəsində olub. Hamımız bir yerdə olan insanlarıq. Allah təala bütün şəhidlərimizə qən-qən rəhmət eləsin. Azərbaycan Respublikasında olan şəhidlərimizə qən-qən rəhmət eləsin. Bunlar bizim üz ağlığımızdır. Sentyabr ayı gələndə elə bil Azərbaycan Respublikasının sevincidir. Qan aldığı gün. O deyir qısasa qısası. Qısasa qısas sentyabr ayıdır. Allah təala sənin də canını sağ eləsin. Bir tanıdığım qəhrəman kimi xeyir işlərinə də baxıram. Hamısı televizorda. Allah bütün şəhidlərimizə qən-qən rəhmət eləsin. Allah səni Mənim bu nəvəm şehir deməyə, o da mənə gəlib bura. Bura bax, orada. Sürüş nətər dərsən? Sən də yalan bölünür. Gəl. Onun dərsini verməyə, onun üçün məhbəs örməyə, gül bağçasından gül dərməyə gedənlərə salam olsun. Düşmənə məzar qazmağa, fərək yazını pozmağa, ən şanlı tarix yazmağa gedənlərə salam olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah sizi var eləsin. Gələcəyin igidləri, qəhrəmanları, generalları, zabitləri, dövlət məmurları, gələcəyin elimizə obamıza xidmət edən bütün gənclərimizi Allah qorusun. Çox sağ olun. Gedər. Şahin Şahmalı oğlu Abdullayev. Biz Bərdənin Bəgirəvan Kənd qəbirstanlığında 4-cü şəhidimizdəki məzarını ziyarət etdik. İştirakçılarla bir yerdə. Allah cəmi şəhidlərimizə cənnət nəsib eləsin. Bəgirəvan Kənd Bələdiyyə sədri Rafael müəllim. İstəyirəm ki, şəhidimiz haqqında məlumat verəsiniz. Şahin Abdullayev 1992-ci ildə o müharibənin təzə başlayan vaxtları səfərbər olub, könüllü gedib, onda da şəhid olub. O vaxtı düzdür, belə birlik yox idi, pərakəndəli idi. Ondan belə də belə oğlanlar heç nəyə baxmadan öz canlarını fəda elədilər bu vətən uğrunda, torpaq uğrunda. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Valideynlərinin qarşısında baş əyirik. Amin. Təşəkkür ederiz. Buyurun Hacı Əkrəm əfəndi. Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Ve alihi ve sellem. Ve ihvanina ve ummahatina ve evladina ve azdadina ve arvahi cemil mu'minin vel mu'minat vel muslimin vel muslimat el ehyai minhum vel envat ila ruhul khasiyetten ma ruhumil mahvuril mavruril ma'lum ve bihakkı Muhammed ve ali ve bi hürmetil suretil Fatiha. Lem yelid ve lem yulad ve lem yakun. Allah rəhmət eləsin. Allah bütün şəhidlərimizə Nurla dursun, məkanı cənnət olsun. cənnət nəsib eləsin. Bizimlə bərabər bugünkü tədbirdə iştirak edən hər kəsə təşəkkürümüzü bildirdik. Eləcə də bizimlə bərabər Bərdənin Ləmbəran kəndindən, Xeyriyyətçilər yurdundan da ümumi şəhidlərimizin məzarlığını ziyarət edən Ləmbəran kənd Hacı Həmid adına Cümə məscidinin imamı Hacı Əkrəm əfəndi, Ləmbəran kənd icra nümayəndəsi Yusuf müəllim, bələdiyyəmiz Qaraş müəllim, kənd ağsaqqallarından olan Kərəm əmi, Zahid müəllim, Ləmbəran kəndimizin Respublika əhəmiyyətli xeyriyyətçimiz Mədət əmi Abdullayev, Rusiyadan gələn bütün xeyriyyətçilər adından burada iştirak edən Cümşüd qardaşımız, həmçinin şanlı bayrağımızı əllərində daşıyan gələcəyin qəhrəman vətənpərvər gənclərinə hər kəsə təşəkkürümüzü bildiririk. Camal müəllim, sizə təşəkkür edirik. Allah hər birinizi var eləsin, təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Şəhidimiz var orada. Sizə təşəkkür edirəm ki, Ləmbərəndən bu günə gəlib Bəgirəvan qəbirstanlığında şəhidlərimizi ziyarət edirəm. Çox minnətdaram. Bu dediyin insanlar Kərəmdir, Qaraş müəllimdir. Ümumiyyətcə Ləmbərənin gələn insanlar hamısı biz bir yerdə işləmiş adamlarıq. Bu günləri mən təşəkkür edirəm ki, siz o
bugünkü günü Ləmbərəndə də anım eləyə bilərdiniz, bərdiz Orada da eləyəcək inşallah. Bu günlər əgər Bəcrəvan kəndini seçmişsiniz, Allah təala sizdən razı olsun. Allah razı olsun. Mən də şəxsi sizi tanıyıram, siz də məni tanıyırsınız. Bu da mənim qardaşımdır. Yəni çox minnətdar oldum. Çox məmnun oldum ki, bu günlər Azərbaycan Respublikasının şəhidlərinin, Bəcrəvan şəhidlərini burada ziyarət edirəm. Minnətdaram. Onlar sentyabr ayı gələndə bizim qələbə günü, vətənimizin bütün sahələri yeganə bayrağın üstündə, Azərbaycan bayrağının üstündə qurulur. O da bizə qismət oldu. Allah Və Ləmbəran şəhid icra nümayəndəsi müavini Şamxan müəllimə də təşəkkürümüzü bildiririk. Hamıya, kimin əziyyəti var. Bəcrəvan kəndimizin Mən bir şey deyim amma, icra bir şey nümayəndəsi deyim əfəndi. bələdiyyəsi, Ağsaqqal. Mən ayrı şey demirəm. Deyirəm ki, bu 92-də şəhid olanlar, şəxsən mən həmin 92-ci Qarabağ qazisiyəm, Vətən müharibəsinin iştirakçıyam bu 44 gündə. Mən bir şey deyirəm ki, onlardan artıq dərəcədə xahiş edirəm. Artıq dərəcədə hamımız xahiş edirik. Bu 27 sentyabrda gəlsinlər şəhidlərimizin böyründə dursunlar. Qəbirlərinin böyründə dursunlar. Mən bayaq da dedim, Allah bizə o qabiliyyəti versin. Bu hisslərimiz, bu duyğularımız qocalmasın. Həmişə cavan qalsın, həmişə tər qalsın. Çünki biz bugün azad, firavan bir dövlətdə yaşayırıqsa, ağlımıza gələn eləyiriksə, xoş günlərimiz keçirirsə, bu kişilərin sayəsindədir. Bir mənalı şəkildə bu kişilərin sayəsində. Qardaşım, ayrı heç nə demirəm. Bu Ağdamdan yuxarı, bax, buradan Suamirdən yuxarı çıxa bilirdik. Dağlara həsrətdən qalmamışdı. Mənim atamın qəbri, Kəlbəcərdə Qara Arxaç yaylağında oradadır, Təhliyə cəmaatın qəbirstanı. Siz də bilirsiniz, mən bilirəm. Sizin yeriniz də orada, yurdunuz da orada. Amma onu kim elədi? Bu şəhid olan oğlanlar elədi. Bunun yanı deyirəm, yaddan çıxartmaq və unutmaq olmaz. Ali Başkomandan və şəhid olan övladlarımız, ancaq Ali Başkomandanımız özü deyir ki, biz bu şəhidlərə borcluyuq. Qardaş, hamı şəhidlərə borcluyuq. Bəli. Allah prezidentimizlə canı sağ eləsin. Ordumuz var olsun. Ordumuz var olsun, şəhidlərimizlə, valideynlərini qardaş, deyirəm, həmişə onların qarşısında baş əyirəm. Baş tacımızdır. Baş tacımız. Bir mənim əzizim, böyrüm. İndi mən burada Kəlbəcərdə orada park salmışıq, qardaşım bilir. Deməli, orada fikir ver. Orada nə qədər şəhid var, hamısı mənim əmmim oldu, xalam oldu, kirvəmdir. Bu qohumlarımdır. Öyle qohum olmağı. Şəhid deyil qohum olmağı. Şəhid hamının qohumudur, hamının doğmasıdır. İndi yəni mən hər şey demirəm, bir dənə ifadə işlətdim də, deyim ki, 92-də olanlardır da, məsəl üçün elə olanda əla olur. Həm plakatlarına baxsınlar, saralanların dəyişsinlər, bayraqların dəyişsinlər. Allah kömək olsun bizim Mədət müəllim, bizim köhnə şəhidlərimizin hamısı daşları xar, hamısını dəyişdirdiyi təzələdi. Sağ olsun Mədət müəllim. Dövlətinin, ordusunun, prezidentinin biri-birinin ətrafında birləşən qəhrəman xalq olan Azərbaycan xalqını Allah var eləsin. O birisini də ziyarət edəyən qalb. Sağoğlu Mirzəyev qardaşımızın məzarını gəlmişik. Tədbir iştirakçılarla ziyarət etməyə. Qardaşı buradadır. Şəhid ailəsi olaraq öpürük sağ əlinizdən. Allah sizi həmişə uca eləsin. Bütün şəhid ailələri bizim başımızın tacıdır. İctimaiyyətə şəhid qardaşımız haqqında qısa da məlumat verelim. 1991-ci ildə Rusiya əsgəriyə getdi, çağırışçı kimi. Oradan yarımçıq gəldi. Özü könüllü ki, vətənimizdə müharibə gedir, millətimiz qırılır. Ona görə gəldi buradakı müharibəyə könüllü getdi. 3 ayın 4 ayın döyüşçüsü oldu. Orada da Ağdam Gülahlı Mərzili uğrunda gedən döyüşlərdə yaralandı. Şəhid deyə ucaldı. Allah şəhidlərin hamısına rəhmət eləsin. Allah köməyiniz olsun. Siz də gəlib anırsanız, xatırlayırsınız. Sağ olun. Təşəkkür edirik. Biz də hər zaman bütün şəhid ailələrinin həmçində sizin yanınızdayıq. Buyurun Hazar Kirəm əfəndi. Noruzlu şəhidlərimizin hamısına rəhmət eləsin. Zaten hamısı Noruzludur. Seçilmişlər axı ona görə. Peyğəmbər Səbətullahın ləqəblərindən biri Mustafadır, Muhammed Mustafa. Yəni, Mustafa sözünün mənası nə deməkdir? Bəyənilən, seçilən, Allahın sevdiyi, seçdiyi. Bax, bunlar da hamısı Allahın sevdiyi, seçdiyi qullardır. Və biz huzurundayıq elə bir qardaşımızın. Allah məkanın uca eləsin, cənnət eləsin, yaxınlarına səbrət eləsin inşallah. Buyurun, Quran-ı Kərimdən tilavət eləyin. Allahümme salli ala Muhammed ve ali Muhammed ve tini ve zeytun ve turi sinin ve hazel beledil amin فما يكذبك بعد بالدين
Aleyhissallahi bi ahkamil hakimin. Kulli nefsun zaiqa raciun. Sadakallahul aliyyul azim. Elhamdülillahi rabbil alemin. Amin. Amin. Allahümme bi elle gafsul ettim. Muhammed sallallahu Lam yelid ve lem yulad ve lem yakun. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Gəlin bura. Yusuf müəllim, gəlin, Qaraş müəllim. Zahid. Qəhrəman xalq olan Azərbaycan xalqı. Şəhidini, elini, obasını, vətənini, qazilərini, Qarabağ döyüşçülərini unutmayan xalqımız. Allah səni hər zaman var eləsin. Vətənimizin azadlığı uğruna canını fəda edən şəhid Elxan İsaoğlu Nalov. Allah cənnət nəsib eləsin. Bu bizim bu qəbirstanlıqda 5-ci şəhidimizdir ki, ziyarət edirik. Məkanın cənnət olsun. Qardaşı buradadır. Şəhid ailələri bizim başımızın tacıdır. Şəhid qardaşımız haqqında. Çox sağ olun. Mənim də qardaşım 1992-ci ildə sentyabr ayında Ağdakıloft kəndində şəhid olubdu. İlk şəhid idi. Allah bu cəmaata dəyməsin. Siz ki gəlib burada bunu anım gününü təşkil edirsiniz. Hamınızın canını sağ eləsin. Bütün bu cəmaatdan hamıdan razılıq edirik. Çox sağ olun. Təşəkkür edirəm. Mədət müəllim də həm də Elxan qardaşımız mənim bibim oğlu sayılır. Bibim də oldu, İslamın oldu. Allah rəhmət eləsin, Havza Mama. Həm kişinin bayisidir, həm də min bayisidir. Çox evlərində çörək yemişdik. Allah rəhmət eləsin, Allah səbir versin, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Burada yatan Azərbaycanın şəhidləri hamımızın şəhidləridir. Nə ki mənim olur, nə ki başqaları. Allah səbrimizi versin, başımızı uca eləsin. Bu günləri 27 sentyabrdır və müəllim də dedi. 2 üzrə bu gün anmaq olar bu günə. Həmi kədərli, həm sevinçli. Həmi kədərli ona görə idi ki, şəhidlər verdik. Ondan sonra qan töküldü. Amma 44 günün qələbənin başlanğıcı da bu gündən başlandı. Sevindik ki, 30 ildə arzuladığımız günə 44 gün ərzində biz çatdıq. Allah yerine bu qardaşlarımıza rəhmət eləsin, dövlətimizi var eləsin, Ali Başkomandanımızın canı sağ eləsin, bu milləti bir yumruq kimi ətrafında birləşdirdi və bizim başımızı 5 ildə artıq fəxrlə bir Azərbaycan milləti kimi fəxr edirik ki, biz Azərbaycanlıyıq. Dünyanın hər yerində başımızı uca elədi, bu günlərdə həmən günləri eləyib, bu günlərdə başımızı uca eləyir, öz fitri istedadı ilə, qabiliyyəti ilə, olsa dünya siyasəti ilə prezidentimiz həmişə başımızı bu gün də uca eləyir. Allah var eləsin bütün millətimizi, Allah şəhidlərimizə bir daha rəhmət eləsin, valideynlərinə səbir versin və Allah hamımıza səbir diləyirəm. Elə hamımızın qardaşlarıdır bunlar. Çox sağ olun. Siz də anım gündə belə fədakarlıqla gəldik, yad elədik və əfəndinin sözü olmasın. Ömrü boyu bunu yaddan çıxartmaq bizə günah olardı. Ömrümüz boyu, hər il yox, hər an bunlar bizim qəlbimizdə olmalıdır da və o da bizim borcumuzdur. Bir daha Allah rəhmət eləsin. Təşəkkür edirəm Mədət müəllim. Buyurun Hacı Kərəm əfəndi. Seçilmişləri ziyarət edirik bu günləri. Allaha and olsun seçilmiş insanlardılar. Allah tərəfindən seçilmiş insanlardır. Peyğəmbər zamanında səhabələr, Peyğəmbərin yaxınları şəhid olmaq üçün şans axtarardılar. Və dua eləyərdilər ki, Allah sən o zirvəni bizə qismət elə. Yəni Allah təsadüf deyilən bir şey yoxdur. Bu kişiləri seçib şəhid olaraq qərar verib. Və bizim də başımızın tacıdırlar. Bu günlərin, bu firavan, bu azad dövlətdə yaşamamızın səbəbkarıdırlar. Allah hamısından razı olsun. Hamısı bizim doğmamızdır. Hansı Azərbaycanın bölgəsində bütün uyuyan şəhidlərimizin hamısı bizim doğmalarımızdır.
imkanımız daxilində əlimiz çatanları ziyarət edirik. Sabahlarımda Bərdədə Bərdənin ilk şəhidi Turqut qardaşımızın il dönümüdür. Allah onun atasına, anasına səbir versin. Dayı özü çağırış elədi ki, sabahlarım qapıda çay ziyarəti, çay ziyafəti olacaqdı gələnlərə. Bərdənin ilk şəhidi Turqutun da sabahlarım il dönümüdür. Allah ona da rəhmət eləsin. Buradan valideynlərinin əlindən öpürük, səbir versin hamısına, bütün şəhidlərimizə. İmkanımızı Allah bizə nəsib eləsin. Gedib ziyarət eləyə bilək Allahın izni ilə. Amin. Amin. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve zellalnaha lehum feminha rakubuhum ve minha ya'kulun. Ve lehum fiha menaf meşarbe fela yaş. Allahümme bi'elle Resulüme geleme. Her minhum ve lenvat ila ruhil hasiyeten merhumil mahfuril mebruril ma'lum. Ve bihakki Muhammedin ve aleyh ve bihürmetil suretil Fatiha me'as-selam. Allah rahmet eylesin. Elhamdülillahi Rabbil alemin. İyyâke na'budu ve iyyâke nesta'in. Sıratellezîne ne'amte aleyhim gayril mağdubi aleyhim veleddâlin. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad, Allahu samad. Lem yelid ve lem yulad ve lem yakun lehu kufuven ahad. Allah rahmet eylesin, qəbri nurla dolsun. Məkanı cənnət olsun. Gəl bərqədə. Gel. Hə, Tahir. Xahiş edirəm Gözəl Qarabağ döyüşçümüzün yanından. Xahiş edirəm Bəyrəman kəndinin icra nümayəndəsindən, bələdiyyəsindən, kənd sakinlərindən, sonra Hazarlı kəndinin sakinlərindən, sonra hansı kətdir? Mehdili kəndinin sakinlərindən yaxşı bir iclas keçsinlər. Biz də gəlib həmin iclasda iştirak edək. Bu qəbirstanlığa 2 dənə insan ayrılsın, 2 nəfər buranın öhdəsindən gələr. Onların hərəsinə ayda hər evdən 1 manatdan bir beləkən vəsait ödəsə, hərəsinə ayda 300 manat maaş verirsə, bu qəbirstanlığı abad şəkildə salıb, Ləmbəranın aşağı baş, yuxarı baş qəbirstanlığı kimi Respublikada tanınan abad bir qəbirstanlığa çevirərlər. İnşallah, bax bu bizim videolarımıza baxan bütün bu 3 kəndin, Mehdili, Bəyrəman, Hazarlı kəndinin bütün insanlarına xahiş edirik. Qəbirstanlıq aparatla biçilməlidir. Bütün bu ot, əncər, süpürgə, yabani bitkilərin hamısı buradan aparatla biçilib məhv olmalıdır. Qalmalıdır yalnız baş daşları, sinə daşları, bir də əkilən həmişə yaşıl ağaçlar. Bax, süpürgədə də bax. Bunların hamısını təmizləmək lazım. Nə deyirsən, Ağsaqqal? Valla mən onu, o təşkilatı bərbaxı, həmişə bax, o Kəlbəcərə gedib o parkı salanda da hamısına bir nəfər kimi demişəm. Demişəm ki, qəbirstanlıq, bax, təmizlik işi var. Bu təmizlik işi həmişə mən tərəfdar olmuşam. Demişəm ki, təmizləmək lazım. İnşallah bizim bu videolara baxan insanlar bu aksiyaya qoşulacaq. Bütün yoldaşlar hamısı buna şərik olsun, buna köməklik eləsinlər ki, qəbirstanlıq təmizlənsin. Özləri gəlsin təmizlənsin. İnşallah kanalımıza abunə olun, şərh yazın, like edin və paylaşın ki, dünyanın 4 bir yanında olan milyardlarla insanlar belə gözəl aksiyaları, şəhidlərimizdən anım günləri, vətənpərvərlik mövzusunda olan çəkilişlərimizi görüb, siz insanlara əhsən desinlər. Allah sizləri var eləsin. Oldu. Allah özü qəbul eləsin, verilən ehsanı bütün şəhidlərimizin adınadır, şəhidlərimizin ruhunadır. Allah özü qəbul eləsin. Təşkilatçılara təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Ehsan Çay Süfrəsini hazırlayanlara, təşkil edənlərə hamısına minnətdarlığımızı bildiririk. Tahir balama da sağ ol deyirəm ki, vətənpərvər olaraq kanalımızın çəkilişlərini
müəllimlə bərabər aparıb şəhidlərimizi, vətənimizi bütün dünyaya tanıtdırır. Onlar bizə görə canlarla keçsə bizim borcumuzdur. Sağ olun. Qəbul eləsin, şəhidlərimizin adına bu qəbirstanlıqda ehsan çay hazırlayıblar, çay süfrəsi. Allah qəbul eləsin bütün şəhidlərimizin hamısının ruhuna. Allah sizə var eləsin ana. 8-i də şövqünün ilidir. Hə, xəbərləsi gələrik inşallah. Mavar çayı, şirniyyat hazırlayıblar, Allah özü qəbul eləsin insanlarımızın çay süfrəsi. Belə bir çay süfrəsi ehsan olaraq hazırlayıblar. Allah özü qəbul eləsin, bütün şəhidlərimizin adınadır. Allah qəbul eləsin. Təşkilatçılar sağ olsun, gələnlərin hamısına təşəkkürümüzü bildiririk. Sağ olun. 27 sentyabr ümumxalq şəhidlərimizin anım günü tədbirini tədbir iştirakçılarla birlikdə Bərdər rayonu Bədraban kənd qəbirstanlığında Bədraban kəndindən, Mehdili kəndindən və Həzarlı kəndindən olan Qarabağ şəhidlərinin məzarını ziyarət edib ruhlarına dualar oxundu, xatirələri böyük ehtiramla yad olundu. Tədbirin sonunda Bədraban kənd qəbirstanlığında ümumi şəhidlərin adına ehsan çay süfrəsi təşkil edilmişdir. Bütün təşkilatçılara təşəkkürüm bildirib. Tədbirimizi yekunlaşdırıb, oradan tədbir iştirakçılarla birlikdə Bərdər rayonunun ən böyük kəndi olan Ləmbaran kənd Ələmli qəbirstanlığı, oradan Aşağı Baş qəbirstanlığı, oradan da Şəhidlər Abidə kompleksinə gedib ümumi şəhidlərimizin xatirəsini yad etdik. Və sonda Ləmbaran kənd Hacı Həmid adına Cümə məscidində Hacı Əkrəm əfəndi, eləcə də bütün tədbir iştirakçılarla birlikdə şəhidlərimizin ruhuna Quran-ı Kərim oxundu, ruhlarına ehsan çay süfrəsi təşkil edildi. Əziz izləyicilərimiz, hal-hazırki baxdığınız video çəkilişləri sizlərə YouTube kanalımıza təqdim etdik. Tədbirin ardı olan Ləmbaran kəndində ümumi xalq şəhidlərimizin anım günü tədbirini rəsmi YouTube kanalımızda baxa bilərsiniz. Sizlərdən bir daha rica edirəm, kanalımıza abunə olun, şərh yazın, like edin və paylaşın ki, dünyanın dört bir yanında olan milyardlarla insanlar vətənimiz Azərbaycanı, dövlətimizi, şəhidlərimizi və hal-hazırki keçdiyimiz bu tədbirləri tanısınlar və görsünlər. Hörmətlə baxdığınız YouTube kanalının təsisçisi və direktoru Baxşeyiş müəllim Məmmədov. 27 sentyabr 2025-ci il. Azərbaycanlılar üçün bir ana vətən var. Bu müqəddəs Azərbaycan torpağıdır. Harda yaşayırsan yaşa. Amma Azərbaycan haqqında düşünməlisən. Azərbaycanın müstəqilliyi haqqında düşünməlisən. Azərbaycanın ərazi bütövlüyü haqqında düşünməlisən. Azərbaycan xalqının bu günü gələcəyi haqqında düşünməlisən. Bir daha demək istəyirəm ki, biz bu qələbəyə layiqik. Azərbaycan xalqı bu qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Və bugün burada qaldırdığım bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycan. Əgər hansı bir namərd gülləsi, hansı bir terrorçu gülləsi məni həyatdan götürərsə, mənim özüm də, mənim evlatlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırım. Mən BMT internet televiziya və YouTube kanalının təsisçisi və direktoru Baxşeyiş müəllim olaraq eyni zamanda Azərbaycan Qarabağ İdman Təşkilatının rəhbəri 2-ci Danqara Kəmər ustası, fədai medal mükafatçısı kimi kanalımla, gücümlə, sağlam ətrafımla Azərbaycanımın, dövlətimin, millətimin, Bərdəmizin, Ləmbaran kəndimizin xidmətində və dəstəyindəyəm. Uzun illər olduğu kimi indi də və indən sonra da xeyriyyətçilərimizin işlərini mükəmməl səviyyədə aparıb, Ləmbaran kəndimizi abadlaşdırıb, dövlətimizin gücünə güc qatıb, vətənimizin, Ləmbaran kəndimizin inkişafı üçün bütün varlığımla xidmət edəcəm. Əziz izləyicilərimiz, kanalımın vasitəsilə vətənimizin, Ləmbaran kəndimizin inkişafına dəstək olanları, xeyriyyətçilərimizi gündəlik olaraq kanalımda və bütün sosial şəbəkələrimdə ictimaiyyətə təqdim edib, bütün dünyaya yayımlayıb, gələcək nəsillərə tanıtdıracağım.
Eşq olsun Azərbaycanımıza, eşq olsun dövlətimizə, qəhrəman xalqımıza, eşq olsun Ləmbəran kəndimizə və xeyrətçilərimizə, eşq olsun vətənimizə dəstək olanlara. Uca olan Allah tutduğumuz şərəfli yolda hər birimizə yar olsun. Amin. Hörmətlə Azərbaycanımızı, dövlətimizi və sizləri canından çox sevən Baxşeyiş müəllim. BMT TV, Baxşeyiş müəllimin kanalı, onlayn internet televiziyası və YouTube kanalı təqdim edir. Kanalımızda videolarımızın baxış sayının çox olması üçün kanalımıza abunə olun, bəyənin, şərh yazıb paylaşmağınızı xahiş edirik. Dəyər verdiyiniz və dəstək olduğunuz üçün öncədən hər birinizə təşəkkür edirik. Kanalıma abunə olun, şərh yazın, like edin və paylaşın. Mənə dəyər verən bütün dostlarıma təşəkkürümü bildirirəm.